10.2 Alqoritmin təqdim edilmə üsulları. Birinci sual. Kompüterin başa düşdüyü dildə yazılmış alqoritm necə adlandırılır? Proqram adlandırılır. 1-ə E. İkinci sual. Alqoritm dildə bu düstur verilmişdir ifadəsi yazılışı necədir? Burada biz bölmənin yerinə drop işarəsi, vurmanın yerinə ulduz yazırıq. Mötərizələr yerində qalmalıdır. Cavab burada E variantı. Burada mötərizələr silinib, ona görə hər biri səhvdir, mötərizə olmalıdır. Burada da ayrıca bu mötərizədə yazılıbsa, bu da mötərizədə vurma işarələri olmalıdır. Ona görə cavab 2-də E variantı. Üçüncü sual. Verilmiş riyazi ifadənin alqoritmik dildə ifadə edin. Burada bölmə hər bir mötərizə içərisində yazılıb. Yəni, sürət və məxrəc bölünmə işarəsi olmalıdır. Sonra üstəgəl bunlar ayrıca formada yazılıb bölünməlidir. Bunda olan burada mötərizə səhv olub, yəni bu mötərizə formasında olmamalıdır. D mötərizə xaricində olmalıdır. Ona görə cavab burada B variantı. Burada mötərizə qeyd olunmayıb. Dördüncü sual verilmiş ifadənin alqoritmik dildə ifadə edin. Burada avrapədir. Mötərizədə A çıx C-yə bölünməlidir. D bölünməlidir. Mötərizədə C vuraq E-yə. Burada mötərizə qeyd olunmuyor. Burada A səhvdir. Yəni C, E burada mötərizədə olmalı. Çünki C-yə bölüb vurur E-yə onda. Hər ikisi getdi. Burada D böl C yox. D bölək C vuraq E mötərizədə olmalıdır. Ona görə E-də gedir. Burada cavab 4-də C variantı. 5-ci sualda alqoritmin blok sxem vasitəsilə təsvir zamanı şərt bloku hansı fiqurla işarə olunur? E variantı romb, yəni bu fiqurun adı rombdur. Rombdan işarə olunur. 5. E variantı 6. Alqoritmin nə ilə təsvir etmək olar? Sözlə təsvir etmək olar, blok sxemlə, proqramlaşdırma dilləri ilə təsvir etmək olar. 6 A variantı. 7 fiqur, yəni fiqur nəyi bildirir? Burada 7-ci sualda fiqur nəyi bildirir? Hesablama yerinə yetirməyi bildirir. Yenə fiqur hansı əməliyyatlar üzrə nəzərdə tutulur? Bu daxil etmə və xaric etmədir. Yəni paralleloqram daxil etmə və xaric etmədir. Giriş və çıxış qurusu. 8 A variantı. 9. Mənimsətmə operatoru nəyi dəyişir? Dəyişənin qiymətini dəyişir. 9 B variantı. 10. Məntiqi blok hansı, yəni şərt bloku hansı həndəsi fiqurla işarə olunmuşdur? Rombla işarə olunur. 10 A variantı. 11. Hansı alqoritmin başlanğıc və ya sonu blok sxemi ilə bildirilir? Burada B variantı oval. 11 B variantı. 12. Hesablama bloku dedikdə fiqurlarla işarə olunur. Düzbucaqlı ilə 12 C variantı. Daxili və ya çıxış blokları bayaq dedik. Paralleloqram 13 D variantı. 14. Qrafik təsvir burada D-dir. Sonra 1-ə həm də B-də uyğun gəlir. B-dir. Sonra sözlə təsvir Kofenin ifadə edən alqoritmin təsvirdə hazırlanmasını ona 2-yə adı, 3-ə də proqramlaşdırma dili ilə təsvir C-dir. 1-ə B-dir. Bir də ən böyük olanı tapmaq.
2-yə həm də E variantı uyğun gəlir. 1-ə BD, 2-yə AE, 3-ə C. 14 D variantı. 15-ci sual blok sxemlə təsvir D hesablama bloku nə üçündür? Verilənlərin qiymətlərini dəyişən əməliyyatlar qrupudur. 15C variantı. 16 blok sxemdə şərt bloku nə üçündür? İdarəetməni istiqamətlənmə şərtdən asılı olaraq sola və ya sağa hə və ya yoxa getmək üçündür. 16E variantı. 17-ci sual. Bayaqki suallarında qrafik təsvir deyəndə 1-ə, yəni C variantı. Oxlarla belə bloklar daxilində yerləşir. A da uyğun gəlir. A, C. Sözlə təsvir alqoritmin bu forması əmrlər arasında kifayə və bura B olur. 2-yə B, 3-ə də verilmiş məsələni dəqiq həll etmək üçün kompüter müxtəlif kodlarda istifadə edir. Burada da DE, 3-ə də DE. 1-ə AC, C variantında, 17C variantı, 2-yə B, 3-ə D. 18-ci sual alqoritm qrafik təsvir necə adlandırılır? Blok sxemlə təsvir 18A variantı. Diqqətiniz üçün çox sağ olun. Kanala abunə olub və videonu bəyənməyi unutmayın.